Salam dostlar, xoş gördük hər birinizi. Dostlar, bir aya yaxındır video çəkməyirdim. Yəni Temudan paketim gəlib, bunu gördüm. İndi bunu açaq görək. Xırda-xırda şeylər sifariş eləmişik, görək nədir. Bir dənə budur. Paketlər çıxardırıq, görək nə var. Bu yoldaşımındır, bu mənim üstüyüş. Bir dənə budur. Sonra budur. İçində nə? Bu da yoldaşımındır, bu da mənim üstüyüş. Hadi döyüş. Aha bir dənə. Bu da gene yoldaşımın. İndi bunları bir açaq. 3 dənə belə kutu görək bunlarda nə var. Sır başlayaq məsələn bundan. Dostlar baxın belə bir şeydir. Üt qoyulayan imiş. Kutunun içindən bir dənə USB-nin Type-C zaryadka şnuru çıxır. Zaryadka inandı bu. Bunun şnuru biraz uzunmuş. Bir dənə bu kəmər çıxdı. Bu nədir? Bir də canavar balasının özü. Bu. Bu kəmər də bunun burasına keçir. Görək bu nə işə yarayır. İndi bunu itlərin üstündə yoxlamaq, hələ görək zaryadkası varmı? Aha, zaryadkası varmış. Səsinə baxın indi. Bilmirəm mikrofona səsi düşürmü? Belə bir səhv eləmirəmsə 11 lariya almışdım. Böyründə də zaryadka yeri var. Burada həm işığı da var. Biraz da basılı tutanda marqat eləyir. Bunu bir dənə it tapıb üstündə yoxlamaq lazımdır. Yəni olmazsa olmazımız əlifba kitabı. Görək sonra nə var. Sonraki paketimiz. Dostlar, bunun qiyməti yadımdan çıxıb bunların. Bunlar neçə yadımdan çıxıblar. Çiş şotqulayan olmalıdır. Aha. Zaryadka yenə istəyir. Belə bir çiş şotqulayan buradan. Aha. Keş lan. Burada modları var bunun. Düymeye bastıkça bir modlar değişir. Bak bu ışıklara fikir verin. Genel əlifba kitabı. Belə bir balaca başlığı çıxdı, şotkusu. Dörd dənə belə eyni şotkular çıxdı, 4 adamdan ötürü. Yenə balaca bir USB, mikro USB formalı gödək şnur. Bunun zaryadka yeri buradadır, arkasında. Şotkularından birini boşaq. Bakın belə bir şotkusu var. Bunun indi səmti sorağı var mı?
Bunun başı yumrudur, amma bir tərəfi belə kəsintilidir. Bu formada indi titrəyir belə. Bunlar sürətləridir. Bu kəsintili eləyəndir. Bunlar da kəsintili eləyir. Bunları kağızı yığaq bir tərəfə. Bir dəqiqə mən kağızları bunun içinə yığayım. Gələ indi mənim əsas sifarişimə. Bu çiş şotkusu bilmirəm zaryadkayı nə qədər saxlayır. Hamısını yoxlayacağım. Ondan sonra baxarıq. Bitcoin da zaryadka ilə çiş şotkusu zaryadka ilə 4 adamdan ötürü də fərqli başlıqları var. Daha doğrusu eynidir, amma 4 adamdan ötürü də 4 adam bir aparatla başlıqlarını dəyişib işlədə bilir. Dostlar, bunlar kompüterdən ötürü mini dinamiklərdir. Yəni əlifba kağızı. Belə bir 2 dənə dinamik. İkisi bir şnura bağlıdırlar. Bu dinamiklər. Bu da şnurudur. Burası kompüteri keçir. Bunun bir tərəfi burası səs algılayır, səsi qəbul edir yəni. Bu tərəfi də kompüterdən enerji götürür dinamiklər işlətməyə. Burada da səs artırı, azaltma düyməsi var. İndi bunu yoxlamaqdan ötürü bizə kompüter lazımdır. Kompüteri gətdim, amma nətər eləyək ki, bu kamerada görünsün. Görünməsə də olar, mənə səsi lazımdır. Bunu kompüterə qoşuruq nauşniki yerinə. OK eləyirik. Bunu da istənilən bir dənə USB yerinə qoşuruq. Dinamiklərin işıqları yandı. İndi liboy bir mahnı tapırıq. Məsələn, Nadir Əl-Şərarinin bu mahnısını bax. Dostlar, dinamikləri 19 lariyə almışdım. Qiymətlərini sonradan baxdım, 19 lariyə dinamiklər. Yəni qiymətinə görə səsi məncə normaldır, amma biraz da artıq gözləyirdim mən, açığını deyim. Biraz da artıq performans gözləyirdim ki, səsi biraz mən gözlədiyimdən az çıxdı, amma normaldır yenə. Sonra çiş şotqulayan xoşuma gəldi, 10 laridir. 4 dənə də başlığı var, yəni 4 adam istifadə eləyə bilər. Ondan da istifadə elədim, o da yaxşıdır, xoşum gəldi. 6 modu var. Ən maraqlı olan mənə budur. Bu bitcoin aparat. İndi birazdan kəndin içinə çıxayım, görüm. Bunu itin üstündə yoxlamaq lazımdır. Bu bizdə pişiklər var, pişiklərə təsir eləmədi. Bunu itlərin üstündə yoxlamaq lazımdır. Zaryadkasını da tam doldurmuşam.
Görək nətər olur bu. Bunun da qiyməti 11 lari. Belə dostlar, bu videomuzda belə oldu. Salamat qalın, gələn videomuzda görüşərik.